Hər şey yoluna düşür, bircə bunlardan başqa. Ay Reyhan xalanın oğlu. De görüm, niyə işləmirsən? Azı bir 4-5 dəfə anamı göndərmişəm yanınıza ki, mənə iş verəsiniz. Vermirsiniz də, indi mən tələb eləməkdən siz tələb eləyirsiniz. Nədir sənin ixtisasın? İxtisasım ambar müdür. Vay maşallah, əhsən. Nədir? Zakonla oğlansan. Ambar müdürü nə vaxtdan ixtisas olur? Bir də Tumacıvılar. Ambara elə əl gəzdirmişsiniz ki, gərək səsiniz başqa yerdən gələydi. Xalq sizi bağışladı ki, bir işin qulpundan yapışasınız. Rəxşəndə bacı, su xətrimizə dəyişərəm ixtisasımı. Bax belə, hansı ixtisas üzrə işləyə bilərsən? Canım sözdüsün ki, buxaltır ixtisası üzrə işləyə bilərəm, hesabdar işləyə bilərəm, sonra ferma müdür işləyə bilərəm. Eybi yoxdur, cücə ferması olsun. O ixtisaslar üzrə işləyə bilər. Beldən yapışma ixtisas üzrə necə? Kimin belindən, Rəxşəndə bacı? Lapatqanın. Bu ixtisası mənə anam öyrətmir. Anan, sənin anan çox mərifətli, qanacaqlı, təpərli bir qadındır. Kalxozun adını Respublika ilə bir eləyir. Sən bilmirəm kim oxşamsan da. Ay Güləli qardaş, bunun atası necə adam? Bunun atası kəndin nər kişilərdən biri. Torpağın anası, gözəl bostancı, namuslu, qeyrətli, zəhmətkeş bir kişi. Fronta da mənimlə bir getmişdi. Əlində avtomat düşmən üstünə şığıyanda bomba partladı, öldü. Kaş ölməyəydi. Kəs səsini! Parazit! Nə deyirəm, Deyirəm, geri ölməyəydi də. Heyf! Reyhan xaladan keçə bilmirəm. Yoxsa mən bilərdim neynərdim.